Yox desəm məndən inciyərlər, hamını razı salmaq lazımdır. Problem çıxmasın deyə susuram. Bunu etsəm məni egoist sanarlar. Onsuz da mən dözərəm. Qarşı tərəf üzülməsin. Əsas odur onlar rahat olsun. Sonra izah edərəm. Mənim üçün fərqi yoxdur və sair kimi düşüncələr people pleasing adlanır. Yəni insanın başqalarını məyus etməmək üçün öz ehtiyaclarını arxa plana atmasıdır. Bu mehribanlıq deyil əslində. Çox vaxt tərk edilmə və ya rədd olunma qorxusundan qaynaqlanan psixolojik bir durumdur. Belə insanlar münasibətlərdə sərhəd qoya bilmirlər, yerli yersiz üzr istəyirlər, öz fikirlərini ifadə etməkdə çəkinirlər. Bəs nədən yaranır? Burada birinci uşaqlıqda şərti sevginin olması, yəni yaxşı ol, sevil, pis olsan sevilməyəcəksən tərbiyəsi, tənqidçi valideyn modeli, travmatik münasibətlər, öz dəyərini başqalarının təsdiqi ilə ölçmək və s. Bu halın uzun müddətli nəticələri isə xronik stres və tükənmişlik, depressiv hisslər, gizli aqressiya, özünə inamın itirilməsi, psixosomatik şikayətlər və başqa psixoloji problemlərə səbəb ola bilir.